Salam uşaqlar, bugün sizlərə 4-cü sinif monitoring imtahanının Azərbaycan dili bölməsinin izahına baxacağıq. İzaha keçməzdən əvvəl videomuzu bəyənib, kanalımıza abunə olub və paylaşmağı unutmayın. Başlayırıq. Birinci sualdan deyir, verilmiş cümlələrin birində işlənmiş can qoymaq ifadəsinin əvəzinə işlənə bilən ifadələri müəyyən edin. Ata, sən nə edirsən? Bu pulları qazanmaq üçün bir həftə can qoymuşam. Sən onları odda yandırırsan. Baxıram ki, burada can qoymaq. Yəni, dəridən, qabıqdan çıxmışam. Pulu qazanmaq üçün dəridən, qabıqdan çıxmışam. Qan tərə batmışam. Sən nə edirsən? O pulları sən odda yandırırsan. Görürsünüz uşaqlar, can qoymaq burada dəridən, qabıqdan çıxmaq. Yəni, qan tərə batmaq mənasında göstərilmişdir. Bir də variantımız olacaq. Hansı variant? B variantı. Keçirik ikinci sualın izahına. Deyir, hansı cümlədə məcazi mənada işlənmiş söz var? Məcazi mənada işlənmiş. Uşaqlar, əgər burada məcazi mənada işlənmiş deyirsə, baxaq B variantına. Bala çıxardıqları dövrdə sağcalar daha da çox işləməli olurlar. Uşaqlar, burada insan işləməsi həqiqi mənada insan zəhməti, insanın işləməsi həqiqi mənada görülə bilər. Amma sağcaların işləməsi burada olacaq məcazi mənada. 2-də olacaq B variantı. 3-ə baxırıq. Deyir, mütəxəssislər kimyəvi preparatları tətbiq etməklə ipək sarıyan kəpənək tırtıllarını məhv etməyi düşünürdülər. Cümləsində işlənmiş preparat sözünün mənasını müəyyən edin. Uşaqlar, preparat, yəni dərmanlar, dərman deməkdir. Məna olacaq variant A variantı. Çünki bilmirəm, bəziləriniz həmin o mətni oxumuş olarsınız. Meşədə tırtıllar baş qaldırır və mütəxəssislər gedirlər meşədə, hansı ki o tırtılları preparatlarla məhv etməyə. Həmin o mətndə preparat sözü, yəni mütəxəssislər gedirlərsə, əllərində təbii ki, dərmanlar olacaq da, həmin o dərmanları meşəyə tökəcəklər ki, tırtıllar məhv olsun. Təbii ki, burada dərman, söhbət dərmandan gedəcək. Yuyucu toz ola bilməz, nəyə görə? Durub bitkilərin üzərini bir-bir yuyucu tozlarla yuvası deyilik. Təbii ki, dərmanlayacaqlar. Ona görə preparat sözü dərman olacaqdır. Şöyle izah eləmiş olduq. Ola bilsin ki, uşaqlar biraz sürətli izah edirəm. Çalışıram ki, digər uşaqların da suallarına cavab verim. Onların da variantlarını yoxlayım, izah verim. Ona görə biraz sürətli işləyə bilərəm. Və mən mətni oxumayacağım. Mətnimizi oxumuşam. Mətnlə tanışam. Yəqin ki, siz də mətni oxumusunuz. Sualları sadəcə olaraq keçid etmək istəyirəm burada. Vaxtımız keçməsin deyə. 6-da baxırıq. Deyir ki, 6-cı sualda mətndən verilmiş ifadələrdən hansı məcazi mənadadır? 4-də baxaq gəlin. 4 var yuxarıda. 4-də baxaq sonra. 4-də deyir ki, mətnin məzmununa və hekayə xəritəsinə əsasən səhvləri müəyyən edin. Uşaqlar, burada səhvləri istəyir bizdə. Diqqətli olaq gəlin. Səhvləri deyirsə əgər, göbələklərin bişirilməsi nə vaxt bişirildi göbələklər? Gündüz saatlarında, düzdürmü uşaqlar? Göbələklər gündüz bişirildi. Yaxşı, bəs yanğın nə zaman baş verdi? Uşaqlar, yanğın gecə baş vermişdi. Burada gündüz götürüb. Yanlış variant 3. 2-də deyir ki, yanğın şəhərdə baş vermişdi. Xeyr, yanğın meşədə baş vermişdi. 2-ni də götürürəm. 4-də də yanğın meşədə baş vermişdi. Bəli, meşədə baş vermişdi. Variantımız olacaq 2 və 3. Variant olacaq D variantı. Keçirik 5-ci suala. Deyir, mətndən verilmiş ifadələrdən hansı məcazi mənadadır? Məcazi məna deyirsə əgər, közərin bir qığılcımın yuxudan oyanması. Əgər insan yuxudan oyansaydı, közərən bir qığılcım, biri var ki, közərən bir qığılcım yuxudan oyana. Biri də var, insan yuxudan oyana. İnsanın yuxudan oyanması həqiqi mənadadır. Amma közərən bir qığılcımın yuxudan oyanması məcazi mənadadır. Ona görə 5-də olacaq variantımız D variantı. Keçirəm 6-cı suala. Deyir, meşədə isə pis bir hadisə oldu. Deyərkən müəllif nəyi nəzərdə tutur? Uşaqlar, müəllif meşədə pis hadisə nə baş vermişdi? Yanğın baş vermişdi. Düzdürmü? Pis hadisə yanğının baş verməsi idi. Variant olacaq 6-da D variantı. Keçirik növbəti 7-ci sualımızın izahına. Gəlin görək 7-də bizə nə deyir? Deyir, Zaura aid doğru fikirləri müəyyən edin. Zaura uyğun olan hadisələri götürəcək bizə. Burada 7-yə baxsaq görərik ki, 7-də 2 dəqiqə.
Zaura ait nə baş verdi? Zaur neynirdi orada? Ocaq daşını tapdı. Xeyr, Zaur ocaq daşı tapmadı. Bir yanlışdı, uyğun deyil. Biri çıxıram. İkidə deyir ki, qovaq ağacını yanmış görəndə göz yaşlarını saxlaya bilmədi. Bəli, bu hadisə Zaura aiddir. İkini götürürəm. Üstə deyir, meşədən çıxanda ocağı söndürdü. Kim? Bu Zaura mı aiddir? Xeyr, Zaura aid deyil. Zaur meşədən çıxanda ocağı söndürmədi. 4-də deyir, qovağı nənəsinə oxşatdı. Bəli, Zaur qovağı nənəsinə oxşatdı. O hansı ki başının üstündən sallanan budaqları kənara itələyir. Nə deyir? Deyir, budakı lap nənəmə bənzəyir. Yemək yeyəndə başımın üstünü kəsir ki, tam axıra qədər ye. Bəli, bu da Zaura aid idi. 4-ü də götürürəm. 2-4 variant olacaq A variantı. Keçirik 8-ci suala. Deyir, uşaqlar yaşadıkları bu hadisədən sonra sizcə aşağıdakilərdən hansına qərar verəcək? Təbii ki, uşaqlar ocağın söndüyünə əmin olandan sonra o məkandan nə edəcəklər? Uzaqlaşacaqlar. Variant olacaq C variantı. Keçirəm 9-cu suala. 9-da mətnin mövzu və ideyasına doğru verildiyi variantı müəyyənləşdirin. Hansı ki, mətnin mövzusu ilə ideyasına uyğun doğru variantları seçməliyik. Və 9-da deyir, təbiətə qayğı. Bəli, mətn bizə təbiətə qayğını, hansı ki, o yanğın məsələsini mətndə göstərdi. Orada təbiətə qayğı və təbiəti qorumaq hər birimizin borcudur. Bu ideyanı, nəticədə bu ideya gəlir ki, təbiəti qorumaq hər birimizin borcudur. Variant olacaq 9-da A variantı doğrudur. Keçirik 10-cu suala. Onda deyir ki, onlar inanırdılar ki, qovaq yenidən yaşıllaşacaq fikrinin əsaslandırılması hansı variantda doğru verilmişdir? Uşaqlar, onda variant olacaq hansı variant? Baxaq, ağacın budaqlarını və gövdəsini qara küllə yuyub təmizləyəcəkdilər və ağacı özünə gələcək yaşıllaşacaqdı. Xeyr, A variantı yanlışdır. Belə deyir ki, yuxarı budaqlarında ara sıra yaşıl yarpaqlar görünürdü və uşaqlar inanırdılar ki, çoxlu su versələr o yaşayacaq. Bəli, uşaqlar. Onda olacaq B variantı. Çünki uşaqlar meşəyə gələndə nə düşündülər? Düşündülər ki, ağacın yarısı yamağına baxmayaraq, yuxarı hissəsində yaşıl yarpaqlar görünür. Və düşünürdülər ki, onlar su versələr, yeniyəcək yarpaq yenidən özünə, ağac yenidən özünə gələcək və yenidən böyüyəcəkdir. Və hərəsi gedir, bir qab götürür, əlinə su doldurub, yenidən ağaca su vermək qərarına gəlirlər. Onda olacaq variant B variantı. Keçirəm 11-ci sualın izahına. 11-də deyir ki, çərçivədə verilmiş hissəni hansı yaranbaşlıqla adlandırmaq olar? Çərçivədə verilmiş hissə uşaqlar səhifə 4-də, mətni indi hal-hazırda açmıram, özünüz açıb baxa bilərsiniz. 4-də çərçivə içərisində həyat əvvəlki qaydasına düşmüşdü. Kür yenə xoşbəxt axır və yanğının ağzından salamat çıxan ağaclar yarpaq-yarpaq rəqs edirdi. Uşaqların isə ürəyindən meşəyə getmək keçirdi. Onları nənənin vəziyyəti maraqlandırırdı. Baxın, bu hissiyə, bu hansı ki, çərçivə içərisində verilən hissədir ki, buraya mən yarımbaşlıq olaraq nə verə bilərəm? Həmin hissədə bir hissəni oxuyacağım sizə. Üst başı qapqara olsa da, qovaq döyüşdən qalib çıxmış, qazilər kimi məğrur dayanmışdı. Yuxarı budaqlarında isə ara sıra yaşıl yarpaqlar görünürdü. Yox, o yaşayır. Yaşıl yarpaqları görən Tural təəccüb dolu sevinclə qışqırdı. Görsünüz uşaqlar, o yaşayır. Sizə ipucu verir həmin hissədə. Variant olacaq D variantı. O yaşayacaq ümidi var idi uşaqlarda. Həmi ona görə yaşayacaq ümidi, hansı ki ağacı görür, deyir, bu ağac yaşayacaq, yaşıl yarpaqları var. Görürsünüz, deməli bu yarımbaşlığa hansı variant uyğun gələr? D variantı. 11-də olacaq D variantı. Keçirək növbəti hansı ki 12-ci sualımızın izahına. 12-ci sualda bizə nə deyir? Mətnin məzmununa əsasən doğru cavabları seçin. Məndən doğru cavabları istəyir. Meşədə yanğın baş verdiyi üçün uşaqlar neynədilər uşaqlar? Gəlin baxaq görək neynədilər. Bir dəqiqə qələmi açım. Mətnin məzmununa əsasən doğru cavabları seçin. Meşədə yanğın baş verdiyi üçün uşaqlar neynədir? Özlərini bu yanğına səbəb olma ehtimallarını çox üzüldülər. Bəli, onlar fikirləşirdilər ki, yanğını bunlar törədib, fikirləşirdilər. Bu fikir ağıllarından keçirdi. Biri götürürük, deməli bir uyğun gəlir.
2-yə baxıram, yanğının söndürülməsində iştirak edərək təsəlli tapdılar. Yanğının söndürülməsində iştirak etmədilər. Xeyr, yanğın söndürənlər dedi ki, sizlik burada bir iş yoxdur, gedə bilərsiniz evinizə. 3-də deyir ki, hərəmiz bir ağac əkək kampaniyasına başladılar. Xeyr, bu da doğru deyil. Onlar ağac əkmə kampaniyasına başlamadılar. 4-də deyir ki, yaşayacağına ümidləri olan ağaca qulluq etdilər. Bəli, onlar gedirlər evlərinə və hərəsi bir qab götürür. Gəlir ki, ağaca yenidən su versinlər ki, ağac neynəsin? Ağac yenidən yaşasın. Ona görə də 1-4 variant olacaq A variantı. Asimov və Sofya. Uşaqlar, bu mətni mən oxumayacağım. Bir dənə burada diqqət eləyək. Sofya deməli 2017-ci ildə neynəmişdi? İstehsal olunmuşdu. Keçək digər tərəfə. Suallara baxaq. Və Asimov isə 2018-ci ildə istehsal olunmuşdu. Suallarda bizə nə deyir? Baxıram 13-cü sual bizə deyir ki, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? 13-də uşaqlar, A variantı robotların zəkası insan ağlından daha üstündür. Xeyr, robotların zəkası insan ağlından daha üstün deyil. İnsanın ağlı robotlardan üstündür. Robotlar insanın ağlı ola bilməz. Ona görə variantı getdi. B variantı robotlar insanların həyatını asanlaşdırmağa da xidmət edir. Bəli, bu doğrudur. Doğru variant kimi B-ni götürürəm. Robotlar insanların həyatını asanlaşdırmağa xidmət edir. B variantını götürürəm. 13-də B-dir. 14-də keçirik. Deyir mətnə əsasən Asimov haqqında yanlış fikri seçin. Məndən yanlış fikri istəyir. Uşaqlar, A variantında insana bənzər robotdur. Asimov, bəli, doğru variantdır. Yer qaçır, pilləkən çıxa bilir. Bəli, doğru variantdır. C-də deyir, sosial zəkaya malikdir. Bəli, doğru variantdır. Amma uşaqlar, mətnə əsasən Asimov haqqında yanlış fikri seçin deyirsə, variantımız 14-də C variantıdır. Xeyr, sosial zəkaya malik deyil. Onların sosial zəkası yox idi uşaqlar. Asimovun sosial zəkası yox idi. D variantında deyir, səs və üz tanıma funksiyaları var idi. Onlar səs və üzü tanıyırdılar. Gördüyü zaman Asimov səs və üzü tanıyırdı. D variantı da doğrudur. Amma 14-də variant, C variantı yanlışdır ki, sosial zəkaya malikdir. Xeyr, onlar sosial zəkaya malik deyildilər. Bizdən də yox, bircə dəqiqə. Mətnə əsasən Asimov haqqında yanlış fikri seçin. Yanlış axtarmalıyıq da. İnsana bənzər robotdur. Bəli. Yer qaçır, pilləkən çıxa bilir. Bəli. Səs və üz tanıma funksiyaları var. Bəli. Düzdür də C variantı. Sosial zəkaya malikdir. Xeyr. Sosial zəkaya malik deyil. Yanlışdır. Keçdik 15-ci suala deyir, Sofya robotu haqqında hansı fikir yanlışdır? Sofya istehsalını bizdən yanlış istəyir ha. B variantı olmaz nəyə görə? İstehsalına 2017-ci ildə başlayıb. Bəli, diqqət elədik. Bayaq mətndə altından xətt çəkdim. Göstərdim ki, 2017-ci ildə başlanılıb. 2018-ci ildə isə Asimovun istehsalına başlanılıb. Bəs hansı variant olar müəllimə? 15-də variant olacaq A variantı. İlk insana bənzər robotdur, yanlışdır. Xeyr, Sofya robotu ilk insana bənzər robot deyil. Bu fikir yanlış fikirdir. 15-də olacaq A variantının özü. Keçirik növbəti 16-cı suala. 16-cı sualda gəlin görək bizə nə deyir? Hansı bətdə səbəb-nəticə əlaqəsi pozulub? Səbəb-nəticə əlaqəsi pozulub deyir. Deməli, mən də burada nəyi axtaracağım? Yanlışı axtaracağım. Gəlin baxaq. 16-da uşaqlar, 16-da Asimovun istehsalı dayandırıldı. Honda şirkəti istehsal istiqamətini dəyişdi. Uşaqlar, 16-da yanlış variant, D variantı yanlış deyil. Xeyr, doğrudur. Nəyə görə doğrudur? Çünki mətndə oxusaz əgər görəcəksiniz ki, axırıncı hissədə verilibdir ki, nəticədə 2018-ci ildə Honda şirkəti Asimovun istehsalını rəsmi olaraq dayandırmağa qərar verdi və istiqamətini daha çox süni intellekt texnologiyalarına yönəltdi. Deməli, uşaqlar, burada baxıram ki, D variantı uyğundur. Məndən pozulub, yanlış istəyir. Asimovun istehsalı dayandırıldı. Honda şirkəti istehsal istiqamətini dəyişdirdi. D variantı olmayacaq, götürmürəm. Bəs hansı variant olar müəllimə? 16-da olacaq uşaqlar, C variantı. Asimov təqdim edildi. Sofyaya maraq azaldı. Xeyr, yanlış fikirdir. Asimov təqdim edildi, amma Sofyaya maraq azalmadı uşaqlar. Azalmadı. Ona görə variant, səhv variant kimi burada nəticədə və səbəb və nəticə yanlış verildiyinə görə, uyğunsuzluq olduğuna görə C variantının özü olacaqdır. 17-yə baxırıq. Sofya robotunun istehsalı nəticəsində hansı hadisələr baş verib?
Nə baş verdi uşaqlar Sofiya robot istehsalı ilə? Bir ilk insana bənzər robot yaradıldı. Xeyr, Sofiya ilk insana bənzər robot deyil. İkiyə baxıram, ilk dəfə fiziki məhdudiyyətli insanlara dost icad edildi. Bəli, uşaqlar 17-də 2 uyğun deyil. Xeyr, 17-ci sualımıza Sofiya robotun istehsalı ilə nəticədə hansı hadisələr baş verir? 2 uyğun deyil. İlk dəfə fiziki məhdudiyyətli insanlara dost icad edildi. Xeyr, yanlışdır. İşte deyir ki, Hanson Robotics rəqabətdə önə keçdi. Bəli, uşaqlar, bu doğrudur. Sofiya robotun istehsalı nəticəsində Hanson Robotics rəqabətdə önə keçdi. 3 olacaqdı. 4-ə baxıram, Saudiya Ərəbistanı fərqli vətəndaşa sahib oldu. Bəli, bu da doğrudur. Variant olacaq C variantı. 18-də uşaqlar deyir ki, mətnin məzmununa əsasən yanlış fikir hansıdır? Mənə yanlış fikir istəyir. Deyir, son dövrlərdə insana bənzər robotlara maraq azalıb. Xeyr, tam əksinə artmışdır. Son dövrlərdə insana bənzər robotlara maraq artıb. A variantı yanlışdır. 19-a baxıram, Asimovun istehsalı nə üçün dayandırıldı? Səbəb nə idi? Çünki uşaqlar Sofiya ilə rəqabətdə geri qaldı. Variant olacaq B variantı. Sofiya ilə rəqabətdə geri qaldı. Dayanın görüm. Bir dəqiqə qoy, mən həmin hissəyə baxım. Rəsmi olaraq dayandırdı, qərar verdi və istiqamətini daha çox süni intellekt texnologiyalarına yönəltdi. Hanson Robotics şirkəti belə qərar verdi. Uşaqlar, C variantı uyğun gəlir 19-a. C. 19-da C variantı olacaq. B deyil. Çünki Hanson Robotics şirkəti. Honda şirkəti yox, o da uyğun gəlmir axı. Burada Honda şirkəti qərar verir. Honda şirkəti qərar verir uşaqlar. C variantı uyğun, B variantı uyğun gəlir. B'dir, B. Sofiya ilə rəqabətdə geri qaldı. Çünki C variantı olmaz ona görə ki, Hanson Robotics şirkəti belə qərar verdi. Qərar verən Honda şirkəti idi. Baxın, 4-cü abzasda 7-ci səhifədə göstəribdir. Nəticədə 2018-ci ildə Honda şirkəti Asimovun istehsalını rəsmi olaraq dayandırmağa qərar verdi. Honda şirkəti verir. Hanson də vermir. Ona görə C variantını götürmürük. Dədə deyir ki, istehsal icazəsi başqa şirkətə verildi. Xeyr. Honda şirkəti yeni insana bənzər robotunu təqdim etdi. Xeyr, bu da yanlışdır. Elə B variantı Sofiya ilə rəqabətdə geri qaldı. Uyğun gəlir. 20-yə baxırıq. 20-yə baxırıq. Görək 20-də bizə nə deyir? Deyir ki, Honda şirkətinin 2018-ci ildə verdiyi qərar hansı fikri söyləməyə əsas verir? A-da deyir, bəzi şirkətlər inkişaf üçün digərləri ilə birləşməyə məcbur olur. Belə deyir, şirkətlər fəaliyyət istiqamətlərini dəyişmirlər. Xeyr, bunlar yanlışdır. Honda şirkətinin 2018-ci ildə verdiyi qərar mənə əsas verir ki, söyləyim, rəqabətə dözümsüz məhsulların istehsalı dayandırılır. Rəqabətə dözümsüz məhsulların istehsalı dayandırılır. Çünki o, hansı ki, Asimov rəqabətə dözümsüz bir məhsul idi. Bu, hansı ki, Honda şirkətinin təqdim etdiyi Asimov, yəni belə deyək də, istehsal etdiyi Asimov robotu digərlərindən neyinirdi? Digərlərindən dala qalırdı. 20-də olacaq variant D variantı. Rəqabətə dözümsüz məhsul idi. Buna görə istehsalı dayandırır. 20-də variant olacaq nə? D variantı. 21-ə baxırıq, deyir ki, 3-cü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? 3-cü yarımbaşlıqda baxaq görək bizə nə deyir? Bununla yanaşı Asimovun bəzi çətinlikləri və mövcud idi. Bir ədəd Asimov robotunun hazırlaması üçün təxminən $1 milyon vəsait tələb olunurdu. Həmçinin o yalnız sadə ünsiyyət bacarıqlarına malik idi. Tanış olduq 3-cü abzasdan uşaqlar. 3-cü abzasda olacaq çətin rəqabət. Çünki Asimov ilə Sofiya rəqabət, bunlar arasında rəqabət var idi. Bunlar arasında rəqabət başlayır. Və ona görə də variantımız olacaq C variantı. Çətin rəqabət deyərdim bu başlığa mən. Keçdik emular. Emular haqqında da mətnimizi uşaqlar yəqin ki özünüz oxumusunuz. Mətni bir daha yenidən oxumuram, vaxtımız getməsin. Baxıram birbaşa sualların izahına.
22-ci suala deyir, mətnə əsasən hansı fikir doğrudur? Məndən doğru variantı istəyir. A variantı, emular dünyanın ən böyük quşlardır. Xeyr, emulardan da böyük quşlar var. Yanlış variantdır. 22-də variant B variantı olacaq. Emular uçmasa da çox sürətlə qaça bilirlər. Əgər mətn diqqətlə oxudursa, orada emular haqqında bu fikri söyləmişdi ki, emular uça bilməsələr də onlar çox sürətli qaça bilirlər. Ona görə 22-də variant olacaq. B variantı. 23-də mətndə hansı suala cavab yoxdur? Mətndə emular nə qədər yaşayır? Bu haqda mən məlumat tapa bilmədim. C variantı var idi. Emular harada yaşayır? Avstraliyada yaşayırdı. Bu haqda məlumat var idi. Ona görə C variantı olmaz. Deməli, keçirik 24-cü suala. Deyir, böyük emu döyüşü hansı səbəbdən baş vermişdir? Uşaqlar, çünki emular neyniyirdi? Təsərrüfata ziyan vururdu da, düzdürmü? Əkin sahələrinə ziyan vururdu. 24-də B variantı. Niyə insanlar emuları öldürmək qərarına gəlsinlər? Çünki onlar əkin sahələrinə ziyan vururdular. Bu səbəbdən emu döyüşü başlayır. Böyük emu döyüşü başlayır. 25-ə baxırıq. C olmaz. Emular insanlara hücum etmirdi. Xeyr, onlar təsərrüfata ziyan vururdu. 25-də deyir ki, emuların əkin sahələrini tərk etməsinin əsas səbəbi nə idi? Uşaqlar, orada emular emular arasındakı döyüşdə insanlar məğlub olurlar. Nəyə görə? Çünki baxırlar ki, əkin sahələrinə ziyan vurulur. Ziyan dəyir əkin sahələrinə. Ona görə onlar məğlub olurlar. Emular qalib olurlar. Emular bəs niyə sonra onlar çıxıb gedirlər? Nəyə görə gedirlər? Çünki uşaqlar, əkin sahələrində emuların qidalanması üçün məhsul yox idi. Məhsul olmadığı üçün onlar, məhsul qalmamışdı artıq onların qidası üçün. Ona görə onlar başqa ölkələrə gedirlər. Yəni əkin sahələrini tərk edirlər. Emular əkin sahələrini tərk etmiş olurlar. Çünki əkin sahələrində onlar üçün yem yox idi. Artıq məhsul yox idi. 26-cı suala baxırıq. Avstraliya ordusu döyüşdə emulara nə üçün məğlub oldu? Nəyə görə məğlub oldular? Çünki bayaq da dedim ki, döyüş əkin sahələrinin dağılmasına səbəb olurdu. 26-da ordu emuların müdafiə bacarıqlarını görüb döyüşü dayandırdı. 26-da A variantı da uyğun gəlir. Uşaqlar, ordu emuların müdafiə bacarıqlarını görür, döyüşü dayandırır. Gedək gözlüyümə bu hissəyə baxın emuda. Aha, deyir ki, oxuyuram həmsəni. Emular təklikdə çevik hərəkətlərlə güllədən yayınır, gizlənir. Beləliklə yaxşı müdafiə olunurdular. Belə müqaviməti gözləməyən ordu məğlubiyyəti qəbul edib döyüşü dayandırdı. Aha, deməli burada onlar yaxşı müdafiə olunduqları üçün döyüşü dayandırırlar. Uşaqlar, variant olacaq A variantı. 26-da A. Çünki ordu emuların müdafiə bacarıqlarını görür və döyüşü dayandırır. Çünki onlar çox gözəl müdafiə olunurdular. Uşaqlar, daha çox 26-da A variantı uyğun gəlir. Keçirik 27-ci sualımızın izahına. Gəlin görək 27-də bizə nə deyir? 27-də, aha. Deyir, 4-cü abzası hansı yanbaşlıqlarla adlandırmaq olar? Baxaq görək. 4-cü abzasda nədən bəhs eləyir uşaqlar? 4-cü abzasda emular bitkilərlə, meyvələrlə və toxumlarla qidalanır. Onlar həmçinin kiçik həşəratları, böcəkləri də yeyə bilirlər. Qida uğrunda mübarizə uşaqlar burada. Çünki emuların qidası haqqında danışılır. Emuların qidası haqqında. 27-də variant olacaq C variantı. Qida uğrunda mübarizə. 28-də sonuncu abzasının əsas məqsədi nədir? Sürətli, çevik və güclü, oxuyuram uşaqlar sonuncu abzası. Sürətli, çevik, güclü və ağıllı olan bu quşlar həmişə insanlarla maraq yaradıb. Əgər emuları yaxından görmək və müşahidə etmək istərsinizsə, Bakı Zooparkına gedə bilərsiniz. Bu cümlə bizə nəyi demək istəyir uşaqlar? Bu cümlə bizə demək istəyir ki, İnsanlara emuları qorumağa, onlara qayğı ilə yanaşmağa səslər. Yəni onu öldürməyə yox, onlara qayğı göstərmək lazımdır deyir. 29-a baxırıq. 29-da deyir, insanların təbiət qarşısında gücünün zəif olmasını hansı abzasda başa düşmək olar? Uşaqlar, 29-da variant. 29-da variant. Variant. 4-cü abzas. 4-cü abzas. 4-cü abzasda, 4-cü abzasda. İnsanlar neynədir? Ordu başladı emularla neynəməyə? Döyüşməyə, düzdürmü? Və ordu neynədir? Gördü ki, emular təklikdə çevik, gözləməyə, çevik hərəkətlərlə güllədən yayınır, gizlənir.
yaxşı müdafiə olunurlar. Görürsünüz, öhdəsindən gələ bilmir. Ordu təbiət hadisəsinin öhdəsindən gələ bilmir. Bu bir təbiət hadisəsi idi. Onlar təbiətə ziyan verirdi, düzdürmü? Onlar təbiət hadisəsinin qarşısında aciz idilər, düzdürmü uşaqlar? Zəif olmasını hansı abzas bizə sübut etdi? 4-cü abzas. Variant olacaq A variantı. Biz bunu 4-cü abzasda oxuduq. 30-a baxırıq. 30-da deyir ki, emular haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Uşaqlar, burada bizə nə məlumdur? Burada bizə məlumdur ki, tək yaşayır emular. Mətnimizdə də dedik ki, mətndə hansı ki, emular tək yaşayır, bir uyğun gəlir. Bir də uşaqlar, 3 uyğun gələcək. Yumurtanın ölçüsü, baxıram şəkildəki 2 kiloqram hündürlük, 16 santimetr açıq qəhvəyi, yumurtanın ölçüsü. Bir də olacaq 3. 30-da olacaq variantımız A variantı. Beləliklə Azərbaycan dilinin izahının da sonuna gəldik, çatdıq. Uşaqlar, videomuzu bəyənib və paylaşmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşərik.